Allah'ın salamı olsun aziz izleyicilerime. Ben bugün son dövrde çok popüler olan bir otak gülü olan Anthurium'dan danışmak istiyorum sizin için. Bu arada size malumat verim. Anthurium otak bitkisidir. Buna kişi xoşbəxtliyi gülü də deyirlər. Deməli, gülləri parlaq və müxtəlif rəngdə ola bilir. Bunun gülləri parlaq, həm də müxtəlif rəngdə ola bilərlər. Anthurium tropik iqlimə uyğun, iqlimə özünü yaxşı hiss edir. Adətən Cənubi Amerikada və Meksikada, Meksika tropik meşələrində bu gül yetişir. Güneş ışığından yandırmaqdan qorumaq lazımdır bunu. Bu gülü həm artıq suvarma, həm də perpendikülər düşən güneş ışığından, yanığından qorumaq lazımdır. O, may ayından oktyabr ayına qədər kimi gül açabilir. Çünkü uzun zaman bu gül açabilir. Əsasən bunun çatışmayan cəhəti, belə deyək də, şikayəti yarpaqların saralmasında, gövdənin dayanıqlığı olmamasında, yarpaqda qara ləkələrin əmələ gəlməsində, bir də yarpaqların bükülməsindəndir. Bu xəstəliklər adətən bu güldə çox özünü bürüzə verir. Niyə bəs kişi xoşbəxtliyi adlanır? Belə inanc var ki, kişiler için talisman rolunu oynayır bu gül. Kişilere güc, hayatseverlik getirir. Kişilerde optimizmi artırır. Aile xoşbəxtliyinin sağlanmasına xüsusi rol oynayır. Anthuriumun bir neçə növü var. Ona Andre Mix, sonra Zizu, Antropolis, Lili ve başka növləri bu gülün varıdır. Bəs bunu harda qoyaq? Çok güneşli, lakin güneşi perpendiküler düşen yerde koyma olmaz. Çok güneşli yer olsun bunu koyduğu yer. Ama güneş perpendiküler olarak gülün üstüne düşmesin. Elə yerde koymaq lazımdır. Yaxşı olar ki, evin qərb tərəfində və yaxud cənub-şərq tərəfdə və yaxud şərq tərəfdə olan pəncərələrdə bu gül qoyula bilsin. Yay aylarında lap məsləhət bilirəm ki, pəncərə qabağında qoyulmasın. Yay aylarında. Özünü bu gül 20-26 dərəcə temperaturda yaxşı hiss edir. Qışda 16-18 dərəcə bunun üçün normaldır. 65-85% nemlik de bu gül için normaldır. 65-85% normaldır. Otaqda çok kuru hava olarsa yanında su qabı koymaq lazımdır. Mesela bu da bugün ben koymuşam. Çok kuru hava olarsa yanında su qabı koymaq lazımdır. Hem de vaxtaşırı bunun yarpaqlarına su çilemək lazımdır. Su varması necə olmalıdır? Suyu çok sevir. Haftada 2 dəfə, bəzən daha çok su tələb edir. Soyuq su buna ziyandır. Mesela qışda biz soyuq su veririksə, biz bir qaba bu suyu yığmalıyıq, koymalıyıq. Otaq temperaturu bu su alsın, bu cür. Otaq temperaturu alsın, ondan sonra verir. Suyu sevir ama soyuq su ona ziyandır. Otaq temperaturu da olan suyu mənimsəyə Bazen suyun codluğu azaltmak için azca uksus katmak lazımdır suya. Onu suvarlarken codluğu azaltmak için azca uksus veya bıçak diyasının ucunda biraz limon turşusu həmin suya əlavə etmək lazımdır. Torpağı yumuşaq və hava keçirən olmalıdır. Bazen ağaç kömürü de həmin torpağa qatılır. Bu torpaq, qumlu torpaq, bir de torflu torpaq olmalıdır.
köçürülməsi necə olmalıdır? 5 ilə qədər hər il köçürülməlidir. Yazda köçürülsə yaxşı olar. Çox geniş qabda bu gül çiçək açmır. Çox geniş qabda. Bunun həcmi qədər bunun qabı olmalıdır. Əvvəlki, əgər onun yerini dəyişdiririksə, əvvəlki qabdan 1,5 santimetr iri qab olmalıdır. Deməli, birdən-birə iri qaba köçürmək yaxşı nəticə vermir. Yarpağın ucu qaralırsa, deməli su ya çox, soyuq ya da coddur. Əgər bunda yarpağın ucu saralırsa, deməli su ya çox soyuq ya da coddur. Yarpaq saralırsa ya az suvarırsan ya da soyuqdur. Yarpaq ard-arda saralırsa bu fuzaryoz xəstəliyidir. Bu artıq nəmlikdən və istidən olur. Fuzaryoz xəstəliyi olarsa, fuzaryoz xəstəliyinə qarşı sizə dərman göstərim. Fundazol 6 qram 10 litr suya əlavə edib, əgər mən dediyim kimi ard-arda bunun yarpaqları azalır, saralırsa, deməli fundazol dərmanı götürür 6 qram 10 litr suya və buna kökdən verilir. Veya kök boğazında, bunun adeten kök boğazında rozoyu örtük olanda deməli funksidlərdən istifadə eləmək lazımdır. Funksid mən bayaq dedim, elə fundazol istifadə eləmək olar. Bu da kök boğazı budur. Kök boğazında əgər rozoyu rəng əmələ gəlirsə, funksidlərdən və insektisitlərdən istifadə etmək lazımdır. Yarpağı parlaq sarı ləkə olanda yarpaqda, parlaq sarı ləkə olanda deməli dəmir və manqan çatmır bunda. Adətən yarpaqda parlaq bir sarı rənglər olur. Deməli onda dəmir və ya maqnezium çatmır bu bitkidə. Güneş ışığı deməli yarpaqlar burulursa bu perpendiküler düşən güneş ışığı olur. Deməli əgər güneş perpendiküler bunun üstüne düşürsə yarpaqlar burulur. Yarpaqların kənarları quruyursa və qəhvəyi rəng alırsa güneş yandırıb deməli. Bunu bilmək lazımdır. Yarpaqda pasa oxşar qəhvəyi ləkə əmələ gəlirsə bu göbələk xəstəliyidir. Deməli suvarmanı azaltmaq lazımdır biraz. Həm də fitosparinlə müalicə etmək lazımdır. Fitosparin sizə göstərdiyim bu dərmandır. Fitosparin. Bu dərmanın necə istifadə olunması barədə bizim videomuz var. Fitosparin hamıya lazımdır. O videodan istifadə edib buna əgər yarpaqlar pasa oxşar qəhvəyi ləkə əmələ gəlirsə, deməli bu göbələk xəstəliyidir. Bu göbələk xəstəliyi də deməli bu fitosparinlə müalicə etmək olar. Bu fitosparini yadınıza saxlayın. Bu kimyəvi maddə deyil. Bu hardasa 40 dərəcə temperaturda, ilıq suda həll edilməlidir. 60 dərəcədən yuxarı etmək lazım deyil. Çünki bu xəmir mayası kimi bir maddədir. O 60 dərəcədən yuxarı isti suda əgər həll etsəniz, həmin o canlı mikroblar bu dərmanda deməli məhv olarlar və bunun təsiri olmayacaq. Özü də əgər bu yenə də deyirəm, əgər kim istəyirsə bu fitosparinin istifadə qaydasını bizdə video var. Fitosparin hamıya lazımdır. Ona baxsanız onu tapa bilərsiniz. Deməli özünü bu bitki komfort hiss eləyə bilmirsə, deməli onu götürüb onun yerini biraz dəyişdirmək lazımdır. Bəzən elə olur ki, bu güldə deməli yarpaqlarda ağ ləkələr əmələ gəlir. Belə kifə oxşar ağ ləkələr əmələ gəlir. Əgər elə olarsa, deməli topaz deyilən dərman var. Sizə göstərdiyim bu dərmandır. Topaz. Deməli onun 2,5 qramı 10 litr suya töküb
Bunu hem dibden hem de yarpaqdan çilemek lazımdır. Hem de ki bayağı dedik, demeli eğer bu güllerin müəyyən hissəsi solursa, təzə güllər əmələ gəlirsə, biraz qaralırlar. Deməli, bu güllərdə qaralma əgər müşahidə edilirsə, bu qayçı ilə dibdən kəsilir. Buradan çıxırlar, təzədən inkişaf edir, çıxırlar. O qaralmış gülləri kəsmək lazımdır. Məndən bu qədər, sağ olun, gələn görüşlərə dək.